اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. İnna a'taynakal kevser fesalli li rabbika ve nahar. İnne şaniyeke huvel abtar. Allah bəndələri, əvvəl özümüz, sonra siz əzizlər ilahi təqvaya, ilahi nizam-intizama Allah bəyənən kimi düşünüb, Allah bəyənən kimi əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Mövzumuz şəxsiyyət necə formalaşır? Şəxsiyyət, ümumiyyətlə şəxsiyyət kimi formalaşmaq üçün İnsan abrını qorumalıdır. Abrı qorumağın yolu nədir? Abrı qorumağın yolu nəfsi və şəhvani istəklərdən qorunmaq lazımdır. Əksi olanda, yəni nəfsin və şəhvətin istəklərinə tabi olanda insanın abrı gedir, insan şəxsiyyətdən tənəzzül eləyir və nəsil bə nəsil deyirlər, bu filankəsin nəvəsidir. Şəhvətə, nəfsə tabi oldu, abrın əlindən verdi, abrın əlindən verdi, şəxsiyyətdən tənəzzül elədi və nəsli üçün bir ləkə qoydu, getdi. Məsələn, mən bir neçə həm müsbətlərdən, həm mənfilərdən misal vurum, söhbətimizə başlayaq. Həzrəti Adəm Peyğəmbər, Peyğəmbərdir, günah eləməz. Amma Allah Adəm Peyğəmbərdən yaradılışda bizim üçün bir sıra ibrətlər qoyub. Onun biri budur. Adəm Peyğəmbərə Allah Taala cənnəti verdi, bizə görünən tərəf belə. Buyurdu, yeyin, için, istədiyinizdən, bir dənə bu ağaca yaxınlaşmayın. İşim yoxdur da o ağac nədir? Amma Adəm Peyğəmbər nəfsin pıçıltısına bir balaca qulaq asdı, qadağan olunmuş ağaca yaxınlaşdı, onunla da tutduğu məqamla tənəzzül elədi. Bir dənə nəfsin pıçıltısına itaət eləməyin. Və yaxud da mənfilərin içərisində Ömər Səd, İmam Hüseyin əleyhissalam durdu, danışdı ona. Dedi, getmə Yezdin dalıca. Bağ istəyirsən, bağ verirəm, pul istəyirsən, amma cəhənnəm əhli olma. Ömər Səd nəfsinə itaət elə, dedi, rey mülk əlimdən çıxar. İmamın qatili oldu. 14 əsildir lənət atəşinə tutulub, lənətlik qazanıb. Yəni nəfsinə qulaq asdı. Abrı da getdi, şəxsiyyətdən də düşdü. Şəxsiyyətsizlikdə tanındı. Yaxşı, şəxsiyyət biz Azərbaycan termini deyirik. Dini termində şəxsiyyət necə adlanır? Şəxsiyyətli şəxsə kərim deyərlər. Şəxsiyyətlilik termininə deyərlər kəramət. Filan kəs kəramətlidir və ya kərim şəxsdir. Əli əleyhissalam Nəhcübəqdə buyurur: "Mən karamət aleyhi nəfsu ləm yuhinuha bil məsiyə." Hər kəs şəxsiyyət sahibi oldu, nəfsinə itaat eləmədi, nəfsinə sahib oldu, yəni nəfsi ona qul oldu, artıq onu nəfsi günahla abrını apara bilməz, təhqir edə bilməz. Kəramət, şəxsiyyət iki cür olur, biri zatidir, Allah hamıya verir, biri isə qazanılma yolu iləndir ki, onu insan özü qazanır. Allah hamıya şəxsiyyət verir, kəramət verir. Nədə? Hamını günahsız yaradır, hamıya ağıl verir, bu paylayır bu şəxsiyyəti. Ağıl, şəxsiyyət kimi formalaşmaq üçün ağıl lazımdır, günahsızlıqdan başlamaq lazımdır. Təməlini Allah verir. Sonrası isə iktisabidir, yəni qazanılır. Və Allah şəxsiyyət kimi formalaşmaqdan ötürü səhnəyə, bəşər səhnəsinə şəxsiyyətli kişilər göndərib, 14 məsum göndərib. Özdə İmam Hüseyin əleyhissalam Mədinədə Vəlid İmam Hüseyin əleyhissalamı dəvət edib deyəndə Yezidə beyət elə, diqqət edin, mövzunun əsas damarı gəlir burada. Bura qədər giriş idi. İmam Hüseyin əleyhissalamı çağırdı Vəlid sarayına, dedi ki, sənə Yezid məktub yazıb mənə ki, sən gərək Yezidə beyət edəsən. Həzrət buyurdu, nəhnu əhl-i beytil kəramə. Biz kəramət əhləbidik, biz şəxsiyyətik. Bizə yaraşmaz, uyğun gəlmir ki, Peyğəmbərin balası getsin, cigəriyyənin balasına beyət eləsin. Bu bizim kəramətimizlə, şəxsiyyətimizlə uyğun gəlmir.
onda şəxsiyyətdən düşərik biz. Abrımız gedər. Yəni Yezidin bu irticası hakimiyyətinə hə demiş olarıq. Nə qədər qiyamətə qədər günahlar olsa biz ondan razılaşmış olarıq. Şəxsiyyətlə uyğun gəlmir Yezidə bəyər. Mən hanət aleyhi nəfsu fəhuvə alə qeyri əhvən fəla turcə xeyru. Əli Aleyhisselam Nəhs surədə həmin kəlamın arxasıdır. Hər kim buyurur ki, nəfsə tabi oldu, şəxsiyyətsiz oldu, özünə hörmət eləmədi, başqaları üçün daha təhlükəlidir, ondan xeyir gözləmə. Bir dənə nəticə deyim, bu hədisin nəticəsi, üzr istəyirəm ifadəmə görə bunu tez-tez işlədəcəm. Qoy bəlkə Azərbaycanı da yaxşı səslənmir. Bir dəfə deyim, kəramətsiz insan deyəndə bilin, yəni şəxsiyyətsiz insandan xeyir gözləmə. Gözləsən özün təhqir olunarsan. Abırsızdan xeyir gözləmə, abırsız insandan xeyir gözləsin, abrın gedəcək, yadında saxla. Bəli, İmam Hüseyin Aleyhisselamdan bir nəfər gəldi, kömək istədi. Dedi, ağa, mənə kömək elə. Ağa çıxartdı, kömək elədi, pul verdi. Sonra buyurdu, sənə bir dənə nəsihət deyim. 3 nəfərdən başqa heç kimdən kömək istəmə. Birinci zidini, dindardan kömək istə. Birdən pulu olmasa da dininə görə sənin abroyu qoruyacaq. Zi həsəbi, şəxsiyyətli adamdan kömək istə. Köklü adamdan kömək istə. Köksüz adamdan, şəxsiyyəti olmayan adamdan, abırsız adamdan kömək istəmə. Zi mürüvvətin, bir də mərd adamdan kömək istə. Bu 3 dənə adamdan başqa heç kimdən kömək istəmə, abrun gedər. Şəxsiyyətli insanlara soruş, denən bəs yaxşı, nədən bilək bu alnına yazılıb şəxsiyyətlidir? Əlamətləri olmalı axı. Şəxsiyyətli insanların əlamətləri var. İndi mən sayacağım. Əgər məndə vardasa oturduğum yerdə hər sayanda denən şükür Allah artır. Allah eləməsin. Birdən kəm olsa adam öz üstündə işləyək. Ya Allah, Bismillah eləyək. Şəxsiyyətli insanların əlaməti, kərim insanların sifətləri bunlardır. Əvvəlcə görək, bu kəramət kim kərimdir? Allahın bir sifəti nədir? Kərimdir. Özümüz demirik, Allah kərimdir. Qur'an-ı kərim. Peyğəmbəri əkrəm, özdə daha kəramətdir. Sonra Allah kərimdir, Peyğəmbər kərimdir, Qur'an kərimdir. Gəlir, imamlarımız kərimdir. Bayaqlar dedim ki, Nəhnu əhlül beytil kəramə. Mələklər kərimdir. İnfitar surəsi 11-ci ayədə buyurur, kiramən katibin. Burada bir şəxsiyyətli mələklər oturub yazırlar, şəxsiyyətli. Mələklər oturur. Mələklər kərimdir. İndi görün şəxsiyyət kimlərdir? Allahdan başlayır. İnnə əkramakum indəllah ətqakum. Hücurat surəsi 13-cü ayə. Buyurur, sizin ən təqvalarınız ən kərimdir. Təqva insana şəxsiyyət verir. Günah etməmək təfəkkürü insanı şəxsiyyət kimi formalaşdırır. İndi gəlirəm əlamətlərini sayıram. Əvvəl bildik, kərim olanda nə olur, kimlər olur, kimə tay olursan. Bu qədər müqəddəslər kərimdirsə, bəs niyə biz kərim olmağa çalışmayaq? Niyə şəxsiyyət olmağa çalışmayaq? Amma görək, necə olsaq kərim olarıq. Birinci Quranla deyək. Furqan surəsi 63-cü ayə. Allah təala buyurur, vəllədinə la yəşhədunə zur. O şəxslər ki, yalandan şahidlik eləməzdir. Yalandan şahidlik eləməyən adam şəxsiyyət. O adamlar ki, yalandan namərtcəsinə onun bunun üzünə durur. O namərd və şəxsiyyətsizdir. İtirdi şəxsiyyət. Adam la yəşhədunə zur. Yalandan şahidlik eləməzdir. İzə mərru billəğvi mərru kirama. Bax, buradan bu kəramət sözünün dalıca düşüb getmişəm ama Furqan surəsi 60-da kirama. Elə ki, günah məclisi gördülər, lağlağa məclisi gördülər, mənasız məclis gördülər, kəramətlə, şəxsiyyətlə, ləyaqətlə keçərlər, günah məclisinə girməz şəxsiyyətli adam. İndi bir dənə ruhani, görsəz şərab məclisinə girir, abrı dərhal gedir ya getmir. Sən deyirsən, bu necə ruhanidir, şərab məclisinə girir. Necə ruhani qıymırsan, şəxsiyyəti qorumaq üçün gərək günah məclisinə girməyəsən. Bu günləri cəmiyyətin abrın aparan günah məclisləri təşkil olunur, hamının da məcbur aparırlar, sallar. Hətta birdən də
özümüzü bəzən müdafiə edirik. Əşi, burada mənim stolumda yoxdur, o ayanda var da. Ümumiyyətlə, abrın gözləyən insan gərək günah məclisinə girməsin. Girdi, abrı getdi, günah özündədir. Sünni intellekt vaxtıdır da özdə. Bəli. Həzrət Peyğəmbər əkramu əvladakum. Övladlarınızı əziz tutun. Əziz tutun, yəni nazirliyin yox, şəxsiyyətli formalaşdırın. Övlada günah öyrətməyin, aparmayın. Uşağa əvvəlcən şəxsiyyət kimi formalaşdırın. Məsələn, şəriətimiz bizə, dinimiz yol göstərir, deyir, uşağı 3 formada tərbiyə üslubu var. 7 yaşına qədər uşaqla aton kimi rəftar elə. Onu 7 yaşından sonra eləmələr başlayacaq, eləmə, müəllim deyəcək, ondan sonra nə bilim, ana deyəcək, ata deyəcək, yoldaş deyəcək, cəmiyyət başlayacaq bunu eləmələri qoymağa. 7 yaşına qədər qoy uşaqlığını, elə bil sənin atondur evində. Qoy neyin eləsin? Biraz gözü qorxaq olmasın. 7 yaşından 14 yaşına qədər oğlun kimi rəftar elə. Qoy bəzi elə bilməsin həyat öz başınadır. Bəzi qadağalara qoy, tənbih elə, bəzən belə deyək, günahı olanda cəza ver. 14 yaşından sonra ona şəxsiyyət olmağı öyrət. Elə bil qardaşındır. 14 yaşından sonra bir iş görmək istəyir. Oğul, buraca bu işi belə görmək istəyirəm. Nə deyirsən? Uşaq görəcək, bu boyda kişi, atam məndən məsləhət edir. Mən geri atama elə məsləhətlər verəm ki, o zərər aparmasın. Uşaq başlayacaq məsləhət verən müdrik kimi formalaşmağa. Peyğəmbərimiz buyurur, uşaqlarınızı əkramu, yəni neyləyin? Şəxsiyyət kimi formalaşın. Əvvəldən təməlin xarab eləmə. Ay balam, qızı aparıb rəqsə qoyma, oğlanı aparıb nə bilim rəqsə qoyma, bir günah məclisində öyrətmə, 1000 dənə oyun öyrətmə. Məsələn, mən babamdan namaz öyrənmişəm, dəst namazı öyrənmişəm. Hələ bunlardan bir öyrətdə gələcəyimiz, indi orada Allah xoşbəxt etsin, bir cüt cavanın kəbrini kəsədim, deyirəm, kəlmə-i şəhadəti deyin, gözlərini ayırıb baxırlar belə. Deyirəm, bilirsən, kəlmə-i şəhadət bilməyən gənclikdən əmələ gələn nəslimiz dinsiz olacaq, bilirsən. Sən yenə əşhədü əllə deyə bildin, dalın deyəməsən də atondan öyrənirsən. Amma səndən əmələ gələn tam dinsiz olacaq axı. Niyə cəmiyyətimiz dinsizliyə sürükləyək? Bunları inşallah övladlarımıza oradan şəxsiyyəti öyrədək inşallah. Qoy bir dənə söz deyim burada. İslam dini qeyri-müsəlman əgər şəxsiyyət oldu, ona da hörmət eləyir. Müsəlman deyil, başqa dindən. Amma şəxsiyyətsə bu, hörmət eləyir. Başlayayım buradan. Hatəm Tai, eşidib Hatəm Tai. Səxavət əhli olub, deyirlər Hatəm səxavətli olub. Hatəmin özü Peyğəmbərdən qabaq dünyasını dəyişib, amma səxavət əhli olub. Elə paylayıb. Onun qızı əsir düşmüşdü, gətirdilər Mədiniyə. Peyğəmbərimizə qız dedi, qoyun mən Peyğəmbəri görüm. Gördü Peyğəmbəri, Həzrət buyurdu, buyurun, dedi, mən Hatəmin qızıyım. Peyğəmbərimiz buyurdu, xəllu səbilaha, buraxın onu. Fə innə əbaha rəculun kərim. Onun dədəsi şəxsiyyət olub, şəxsiyyətli kişinin qızıdır. Amma Peyğəmbər kimi şəxsiyyətin qızına müsəlmanlar hörmət eləmədi. Qeyri-müsəlmanın qızına dedi, açın yolun. Əkrimu kərimə kulli qavmin. Peyğəmbərimiz buyurur, bütün hansı qovmdan, hansı dəstədən, hansı dindən olur olsun, həmin cəmiyyətdə şəxsiyyətli kişilərə hörmət edin. Hatəmin qızına. Kərimin əksi ləyimdir. Şəxsiyyət və şəxsiyyətsizlik, Allah göstərməsin. Əskiklik, hər şey gözlənilir şəxsiyyətsiz adamdan. Əlamətləri. Dedim ki, Kərimin əlamətləri, birinci dedim, nədir? Yalandan şahidlik eləməz. İkincisi nə idi? Günah məclisindən keçər gedər, girməz günah məclisindən. Quran ayəsi oxudum, yerin deyilin, Fırqan 63. Hədis buyurur, Əl-Kərimu idə qədərə əfa və idə hasəbə saməhə. Qurban olun bu bəndlərə diqqətlə qulaq asaq. Həzrət buyurur, kərim insan qüdrət sahibi oldu, bağışlayar. Bağışlamağı bacaran insan şəxsiyyətlidir. İnad eləməz, dirəşməz. İmam Hüseyin əleyhissalam buyurur, bir adam sağ qulağıma məni təhqir eləyə, keçə sol qulağımdan üzr istəyə dərhal bağışlayaram. Dərhal. Buna deyirlər şəxsiyyət. Ali cənab. Demirlərmi böyüklər ətəyi geniş olar. Və idə hasəbə saməhə. Hesab kitab zamanı kərim adamlar
yüngüllük eləyər. Məsələn, bir şey alır, dirəşib onu o Allah rəhmət eləsin Molla Əli Həsəni, Allah ruhunu şad eləsin. Deyirdi, balam, qiymət danışırsınız. Bu göyərtinin məsələn 5'in verir 1 manata, elə dirəşmə 6'sın 1 manat alasan. O bir dəstə sənə bir şey eləməz, amma da göyərtidə də o söhbət eləməzlər. Alanda bir bağışlayar, məsələn üstündə 1 manat verər, deyər buyur götür. Satanda da güzəştə gedər. Bu kərim insanlar, şəxsiyyətlərin işi budur. Hesab kitabda alanda artıq verər, daha doğrusu bir şey alanda artıq verər, satanda da məsələn deyərək ki, qaldı burada bir 20 manat, o da sənin halal xoşun olsun. Bu şəxsiyyətlərin işidir. Əksi insanı hörmətdən sayılır. Bir də görürsən bazburutlu bir kişidir, gəlirsən bir alver eləyəndə görürsən o qədər məsələn o pul ona əzizdir, öz abırından qabağa atır onu. Bu məsələlərə diqqət edin, hədis əsasında deyirəm. Bir də qədərə əfa, güclü olan zamanında bağışlayar şəxsiyyətli insanlar. Mən bir dənə çox ürəyimə yatan bir hadisə mütaliə elədim, onu götürdüm bu mövzunun arasına saldım. Allah rəhmət eləsin Seyyid Əbülhəsən İsfahani, İmam Əli əleyhissalamın hərəminin həm imam cəmaatı olub, həm öz zamanının mərcəyi müştehidi olub. Allah ruhunu şad eləsin. Bərəkətli bir kişi olub. Seyyid Əbülhəsən İsfahani. O vaxt internet əsri deyildi, sualları yazılar, saytına cavab alırlar. Ağa özü gələrdi, hərəmə namaz qılardı. Bir seyyid, alim balası da vardı, oğlu da. Arxasında dayanardı, namazın arasında durardı. Müştehidə müraciətləri məktub formasında alardı. Kimin çətinliyi var, kimin sualı var, növbəti gün və yaxud da növbəti həftə cəmaata cavablandırardı. Bir gün şam namazını qıldı ağa, oturdu, oğlu durdu, məktubları yığsın, müraciətləri. Özü yaşlı adam da oğlu qəbul edir. Necə indi Allah ömürlərinə bərəkət versin, Seyyid ağanın əsas işlərin bu oğlu Muhammed Rıza aparır, o cür. Deyir, oğlu durdu ayağa, məktubları alsın. Cəmaatın içindən, arxadan, şam namazının vaxtı bir qaranlıqdır da, hərəmdə də onda şamlar yanardı, indi kimi çılçıraq yox idi. Bir nəfər durdu ayağa, arxadan bıçağı götürdü, düz Seyyidin oğlunun ürəyinə vurdu iki namazın arasında, hərəmin içində. Tutdular qolundan, çəkdilər, çıxartdılar hərəmdən ki, oğlu ata bilməsin. Arxası cəmaatadır, amma ağa gördü. Gördü və bildi, oğlu öldü. Elə orada hərəmdə dünyasında ki, şəhid oldu. Durdu, işa namazını qıldı, döndü cəmaata dedi, qatili əff elədim. Şəxsiyyətdir. İndi adamın yuxu kimi gəlir, əff etdim. Şəxsiyyətlər əff edir. Allah Allah. Nədir? İndi bunun şəxsiyyətsizliyin deyirəm, o vuran adamı. Mənim məktubuma get cavab gəlib. Burada yüzlərlə insan var. Adam var, şeytan elə qulağına pıçıldayır. Adamın qəlbində bir ruhani düşmənçiliyi formalaşır. Adam var, bir kəlmə ilə şeytana itadır. Əşi, mənim mollalardan acığım gedir, zəhləm gedir. Şeytan minib qulağı onun dibinə pıçıldayır. Adam da ona din öyrədənlə düşmənçilik edir. Neynəsin? Sənə deyir Allah buyurdu, Peyğəmbər buyurdu, imam buyurdu. Sənin çörəyi almır əlindən, suyu almır. Din öyrədir. Bil ki, bu sənin qəlbində bu səs varsa, bu şeytanın pıçıltısıdır. Bir dənə məktuba get cavab verib, durdu, bir dənə seyyidin, bir dənə alimin, ruhaninin qanın qoydu boynunda. Bəli. Bir dənə də burada bir dənə kilit söz deyim, qardaşlarım. Mən Məkkədə yaşasaydım, Kəbədən çıxmazdım, bəzi adamlar deyil. Mən Mədinədə yaşasaydım, Peyğəmbər hərəmindən çıxmazdım. Məşəddə yaşasaydım, İmam Rızanın hərəmindən çıxmazdım. Bu da baba olur, bu məscidi görürsün. Kim yaşadığı məntəqədə məscidlə necə rəftar eləyirsə, Məkkədə olsaydı, Kəbə ilə rəftar eləyəcəkdi. Məşəddə olsaydı, İmam Rıza ilə rəftar eləyəcəkdi. Kərbəlada olsaydı, İmam Hüseyin əleyhissalam hərəmi ilə rəftar. Budur da məscid. Kim bir dənə ona din öyrədən ruhanisi ilə necə rəftar edirsə, özümü demirəm, Allah şahid. Ümumiyyətlə ruhaniyyət deyirəm. Ona din öyrədən bir ruhanisi ilə necə rəftar edirsə, o İmam Əli Əleyhisselam vaxtında da imamla elə rəftar edirdi, Peyğəmbərlə də elə rəftar edirdi. O kişi Peyğəmbərin imamının sözünü deyirdi. Yəni bu göstəriciləri istəyirəm, deyirəm ki, bir açardır, kilitdir bilək. Əl-Kərimu, Kərimin şəxsiyyətin növbəti sifəti. Yəşkurul qəlilə
Əl-ləymu yukəffirul kətirə. Kərim insan, şəxsiyyət aza şükr eləyər. Onun beynində, zehnində şükür təfəkkürü var. Şükür eləməyi bacarır, aza da. Amma ləyim şəxsiyyətsiz insan çoxa da küfr eləyir. Çoxa da küfr eləyir. Kərimdə şükür təfəkkürü var. Əskikdə nə qədər yaxşılıq eləsən, bir eyib tutacaq. Nə inirsən, bir eyib tutur. Nə boyda yaxşılıq eləyirsən, bir eyib tutur. İmam Rıza aleyhissalam, qoy bir dənə Əhl-i Beyt Gülüstanından bir dənə hadisəni danışım. Bilirsiniz, Məmun Mərvdə idi. İmam Rıza aleyhissalamı Mədinədən gətirdi. Gözünün qabağında olsun. İmam Rıza aleyhissalam gəlməmiş, İsa Cəludi adında bir dənə sərkərdəni göndərdi. Ged Mədinəni al ələ. İsa Cəludi gəldi Mədinəni qarət elədi. Evlərə soxulur, evləri axtarır. Əskərləri 10-10 ayırıb evləri yoxlatdırır. Dedilər, ağa İmam Rıza aleyhissalam, Cəludi gəlir sənin evi, özü birbaşa 10 min əskərdən gəlir. Ağa evdə xanımlara, qızlarına, balalarına, bacılarına dedi, evdən çölə heç kim çıxmasın. Özü çıxdı, durdu qapının ağzında. İsa Cəludi gəldi, dedi ki, Əbəl Həsən, çəkil evə girəcək. Ağa burada Allah Quranında buyurur, ev sahibinin izni olmadan evə girməzlər. Mən sənə icazə vermirəm. Evdə mənim namuslarım var. Dedi, girəcəm. Ağanın sinəsinə edirdi. Ağa əllərin verdi qapıya. Dedi, Cəludi, demirəm, girə bilməzsən. Onda girərsən ki, mənim cənazəmin üstündən keçərsən. Mən sənə icazə vermirəm. Gördü ki, ağa icazə vermir, o Peyğəmbər qeyrətini gördü. Dedi, onda mən içəri girmirəm, evdə nə var, tök çölə. Ağa girdi içəri, körpələrin qulağında sırğıya qədər yığdı dəsmalın arasına, evdə nə var, boşaltdı çölə. Abırı qorumaqdan ötürü. İsa Cəludi yığdı, apardı. Üstündən bir müddət keçdi. Məmun imamı uzun söhbətdə gətirdi Xorasana, Mərvə. Zalım öz məqsədinə çatmaqdan ötürü əmr elədi sarayda. Hamı gəlsin İmam Rıza aleyhissalama vəliəhd kimi beyət eləsin. Tabi olsunlar. Kim beyət eləməsə öldürəcəm. Bu mənim belə deyirlər, fərmanımdır. Hamı beyət elədi, 6 nəfər beyət eləmədi. 6 nəfər. Salavat deyin Muhammed Ali Muhammed. Allahümmə salli ala Muhammed və aleyhi. 6 nəfər beyət eləmədi, onda biri İsa Cəludi oldu. Bir ömür Məmuna xidmət eləyib, sərkərdədir, qoşun sərkərdədir. Söz verib, Məmunun manidir bunun beyət eləməməsi. Dedi, altarını öldürün bunları. 5'in apardılar, öldürdülər, Məmun öldürdürdü. Növbət Cəludiyə çatanda İmam Rıza oturub Cəludin Məmunun yanında. Əyildi Məmunun qulağına dedi, Məmun onu öldürmə, o mənə yaxşılıq eləyib. Gör biz kimin şükür Allaha ardıca gedirik. O mənə yaxşılıq eləyib. Məmun dedi, nə yaxşılıq eləyib? Dedi, onu göndərmişdi Mədiniyə, evləri qarət eləyirdi, evlərə girirdi. Mən ona dedim ki, mənim evimə girmə, o durdu çöldə, mən əşyaları çöldə verdim. Evimə soxulmadı, o mənə yaxşılıq eləyib. Kərim, yaxşılıq eləyirsən, ləyim adam pisliyi başa düşür. Amma o boyda pisliyin içində axtarıb bir yaxşılıq tapır, mənə yaxşılıq eləyib. Aşağıdan o xəbis neynədi? Cəlud dedi, gördü İmam Rıza Məmunun qulağına söz deyir. Dedi, Məmun, o nə desə ona qulaq asma, Əbəl Həsənə qulaq asma. Dedi, ay xəbis, ay şəxsiyyətsiz. Bu sənin üçün şəfayət istəyir burada, deyir öldürmə. Sən deyirsən qulaq asma, başda aparın öldürmə, cəhənnəmə vasıdır. Şəxsiyyətsizlik insanı həlak eləyir. Xırda yaxşı, amma şəxsiyyətli insanlar xırda yaxşılığı da unutmazlar. Deyərlər, məsələn, deyər, ay valam, o mənə şirin salam verir, ha. O mənim hörmətimi saxlayır, ha. Xırda yaxşılığı unutmaz kərim insan. Yaxşı. Bədir müharibəsində, qoy bir dənə də hadisəni danışım, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əmr verdi döyüşə. Dedi, döyüşün, amma hansı müsəlmanın qabağına Məkkəli Əbülbəxtər çıxsa, ona toxunmayın, ha. Əbülbəxtərə toxunmayın, kafirdir. Dedim, axı, dinimiz kafir də olsa şəxsiyyətliyə hörmət edir. Ona dəyməyin, ona toxunmayın. Dedilər, ya Rasulullah, niyə müşrikdir? Həzrət buyurdu, mən Məkkədə olanda, Məkkəlilər məni təhqir eləyəndə, söyüş verəndə, o Məkkəlilərə deyirdi, niyə söyüş verirsiniz, niyə təhqir edirsiniz? Dəliliniz var, gətirin qoyun qabağıza. Döyüşmək istəyirsiniz, döyüşün, amma söyüş verməyin. Amma təhqir eləməyin.
O Məkkəlilərin söyüşünün, təhqirinin qarşısını alırdı. O müşrik də olsa ona toxunmayın. Mənə yaxşılığı keçin. Mərd adam, şəxsiyyətli adam yaxşılığı unutmur. Qardaşlar, üçüncü, növbəti indi bilmirəm neçəsini saymışam əlamətin, şəxsiyyətli insanın növbəti, qoy üç deməyin, birdən çox olar. Növbəti sifəti, əl-kərim cadəl mövcud, kərim adam əlində olanı əsirgəməz. Elə gedirsən, ləyim adam, o şəxsiyyət, daş atır, başını tutur, heç nə yoxdur, adam bir kömək yoxdur. Amma əlində olanı, əlimdən gələni əsirgəmərəm deyir, doğrudan şəxsiyyətli adam, müsəlman, mömin qardaşına əlindən gələni əsirgəməz. Məsələn, Qur'an-ı Kərimdən İnsan surəsində yut'imunət-ta'amə alə hubbihi miskinən və yetimən və əsira. Öz yeməklərini verdilər miskinə, yetimə, əsirə, özləri ehtiyaclı olduğu halda. Vardı evdə, özləri də acdı. Amma verdilər. Bu şəxsiyyətlilərin işidir. Məsələn, mən cürətlə deyirəm, bax bu əlində olanı əsirgəməzin canlısını ərbəyində görürük. Görürsünüz. Mən keçən dəfə dedim, Mosul, Tikrit, Fəllucə şəhərindən qaçqın düşən türkmən qardaşlarımız onlara balaca bir otaq Hüseyniyə veriblər Nəcəf Kərbəla arasında. Özləri çıxır çöldə, çadır qurur, oturur. O otaqların verirlər şeyə, Ərbəyinzad. Gücü çatır bir suya, su paylayır, heç yeməyə güc çatmır. Gücü çatır bir salfetkiyə, görüb Ərbəyinzad var. Tutur əlində salfetkanı başlayır paylamağa. Gücü çatan odur. Əlində olanı əsirgəməyən insan şəxsiyyət. Əlində olanı əsirgəyən insan ləyimdir, kərimdir. Bir nəfər Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşdu, mən neyniyim kərim olum, əkrəm olum, mən neyniyim şəxsiyyətli olum, uhibbə nəkun əkrəmən nas, Həzrət buyurur, la təşquvənnəllaha iləl xəlqi təkun əkrəmən nas. Gəldim növbəti bir sifətinə, kərim adamın bir sifəti, heç vaxt məxluqa Allahdan şikayət eləmə. Kərbəlayı. Məxluqa Allahdan şikayət eləmə. Başına gələn müsibətləri elə zır-zır bunun yanında demə. Mənim başıma bu işlərdir, mənim başıma bu. Allahdan şikayət eləmə. Bir gün bir nəfər Kənanlı bir kişi gəldi Yaqub Peyğəmbərin yanına. Dedi, ya Yaqub, nə qədər qocalıbsan sən? Yaqub Peyğəmbər başladı. Gözlərim kör olub, qocalmışam. Yusuf'um itib, başladı gileylənməyə. Cənab-ı Cəbrail dərhal indi, müdaxilə edir, şəxsiyyətli kişi gileylənməz. Buyurdu, ya Yaqub, kimdən kimə şikayət edirsən? Allah buyurur, gileylənirsən, nə imtihan eləmişəm, verim. Tez Yusuf surəsinin 86-cı ayəsinə baxarsınız, Qurandır. Yaqub Peyğəmbər buyurdu, fəla əşqu, bəhdi və xuzni iləllah. Bundan sonra bütün dərdi, qəmmi Allaha deyəcəm. Bəndiyə demək qutardı. Kimdən kimə şikayət edirsən? Elə ki bu mərifətə çatdı, dedi Allaha deyirəm, Allah açdı qapısını, gözlərini açdı, Yusufu qaytardı filan filan. Amma kəramətli kişilər, şəxsiyyətli insanlar Allahdan bəndiyə şikayət eləməz. Saf surəsində Allah Teala 2 vərəq buyurur. Orada bir vərəqdə Süleyman Peyğəmbərdən danışır, bir tərəf vərəqdə Əyyub Peyğəmbərdən, bir vərəqdə çox varlı Peyğəmbərdən danışır, bir vərəqdə çox yoxsul Peyğəmbərdən danışır. Axırda ikisinin də barısında buyurur, nə'məl abd, nə gözəl bəndələrimdir, nə varlı Peyğəmbəri, varı dövləti yoldan çıxarda bildi, Allahla arasını aça bildi, nə yoxsul Peyğəmbərlə Allahın arasını o yoxsulluğu aça bildi. 7 ildir Əyyub Peyğəmbər düşmüşdü, o bəlaya əlində olanlar getmişdi. Xanımı gəl dedi, sən Peyğəmbərsən ax. Allahdan istə bu bəlanı götürsün üstümüzdən, canın da əldən getdi. Aha, Peyğəmbər, Əyyub Peyğəmbər buyurdu. 70 ildir Allah bizi naz-ı neymət içində üzdürür. Qoy bəla da 70 olsun, sonra yüzüm gəlsin deyim, Allah mənə bundan nicat ver. Hələ 7 ildir, 70 ilə çatmayır. Allahın xoşuna gəldi. Ni'məl abd. Allah buyurur, nə gözəl bəndəmdir o mənim, qaytardı. Əzlərim, nəhayət nəticə alıram. Leysə min şi'amil kiram ət-ta'cilu bil-intiqam vəl-kidb vəl-xiyanə.
Kərim adam, şəxsiyyətli adamdan bunlar uzaqdır. Qisasa tələsməz. Elə biri sənə bir pislik elədi, o pisliyi unudar kərim adamlar, şəxsiyyətli adamlar. Yadında saxlayıb, kin saxlayıb, ondan qisas almağa tələsməz. Peyğəmbərimizin əmisin belinin dayağını vəhşi öldürdü. Peyğəmbər əvvəl dedi qisas alacağım, sonra dedi bağışladım. Gözümə görsənmə bağışladım. Ciyərini çıxartdılar, dedi bağışladım. Qisasa kərim adam tələsməz, intiqama tələsməz. İmam Hüseyin əleyhissalamın Şam Ömər Səd əmr elədi. Bir dənə şamlı bir cavan qılıncla Kərbəla meydanında imam danışırdı, hücum elədi imamı vurmağa. Ged vur, ona qoyma danışır. Hücum elədi imamın üstünə, imamın qılıncı çaldı, imam yatdı aşağı, imam onun ayağından balaca bir zərbə vurdu. Bu cavan yıxıldı, imam gəldi başı üstə, gördü yarpaq kimi titrəyir. İmam qılıncı qoydu qınına. Dedi, istəyirsən gedəsən ailənin yanına. Dedi, ağa, aman verərsən mənə. Həzrət qılıncı qoydu qınına, tutdu o düşməninin qolundan, atdı boynuna o yaralı halda, girdi belinə, apardı, ötürdü, gezdi qoşuna tərəf, dedi, çıx gedi ailənin yanına. O gəlmişdi, imamın başına qılıncı vurdu. İntiqama tələsməz şəxsiyyətli insanlar. Bu həyat intiqam dolu, qisas dolu cəmiyyətlə dolanda bir cəmiyyət korlanır. Qisasa tələsməz, əf. Allah Teala buyurur. Və vəl-kizm, kəramətli kişilər, şəxsiyyətli insanlar yalan danışmaz. Vəl-xəyanə, bir də xəyanət eləməz. Xain insanı Allah dost tutmaz. Muaviyə Süffeyində son hədisi deyim, qurtarım. Muaviyə Süffeyində suyu kəsdi. Əli Əslam qoşunun üzünə və gəldilər Əli Əslam'a dedilər ki, Muaviyə suyu kəsib, Fəratın suyunu bağlayıb. Oğlu da dədəsindən öyrənmişdi. Allah Muaviyəyə, dədəsinə, oğluna, bugün Muaviyə dayı deyənlərə, Muaviyəyə rəziyallah deyənlərə, Muaviyə yaxşı kişidir deyənlərə Allah lənət eləsin. Allah elə onları Muaviyə ilə məşhur eləsin inşallah. Buyurur, Muaviyə suyu kəsdi, Fəratın suyun. Gəldilər Əli Əslam'a dedilər, Əli Əslam buyurdu, kişilər kəsib, kişi də özü gedin alın da, elə gələk mən gələm. İmam Hüseyin əleyhissalam götürdü Bəni Haşim cavanlarından özü, 22-23 yaşı vardı. Gəldi Fəratın suyunu azad elədi, başladı cəmaata su verməyə, paylamağa. Həzrət çıxdı çadırından, gördü İmam Hüseyin əleyhissalam su paylayır, Həzrət ağladı. Dedilər, ya Əmirəl-Mominin, oğlunun bu suyu açmağına sevinirsən. Həzrət buyurdu, yox, bu susuzlara su paylayan balam, elə bu Fəratın kənarında susuz öldürəcəklər, o yadıma düşür. Sonra Səsə ibn Suhan, imamın yaxın sahabəsi, dostu, dedi, ağa, Muaviyə necə bağlamışdı, gəl bizdə də su bizim əlimizdə də bağlayaq. Ağa buyurdu, nə bağlamaq, sən dedin ki, suyu bağlayaq. Ged, indi səni cəzalandıram, ged Muaviyənin qoşuna denən, su açıqdır, kişi suyu kəsməz, şəxsiyyət suyu kəsməz. Gedin deyin, gəlsinlər suyu azaddır, su aparsınlar. Allaha an verirəm əzəməti qüdrətinə. Allah bizi Allah, Peyğəmbər, Əhl-i Beyt nəzərində şəxsiyyət kimi formalaşan və özündən sonra bir şəxsiyyət heykəli qoyub gedənlərdən qərar versin inşallah. Dünyada zülüm pisdir, zülümlərin ən pisi kərim insanlara, şəxsiyyətli insanlara zülüm eləmək Allaha ən acıq gələn işdir. Allah'a anlayırəm İzzət Cəlal hörmətinə. Allah kərim insanları, şəxsiyyət kimi abrın gözləri insanları şər sahiblərinin şərindən amanda saxlasın. Allah yer kürəsinin bəziyən şəxsiyyətini, İmam-ı Zamanın zuhurunu təzil eləsin. Bizdə o zuhura arzu olanlardan qərar versin. Allah xəstələrimizə şifa versin. Övlad arzusunda olanlara övlad-ı salih kəramət eləsin. Ruzu sıxıntı çəkənlərə həlaldan minnətsiz bol ruzu, pak ruzu nəsib eləsin. Allah'ın önümüzdə çalınan qəriblərimizi qəriblər arasına bağışlasın. Allah ailə qurmaq istəyənlərə bərəkətli ailə nəsib eləsin. Ailələrində soyuğu olanlara məhəbbəti ruzu təyin eləsin. Allah'ın önümüzdə çalınan hörmətinə evləri olmayanlara bərəkətli ev nəsib eləsin. Borclu olanların borcların xəzinəsindən ödəsin.
Allah kimin hansı müminin nə sıxıntısı var asanlıqla əvəz eləsin inşallah. Bismillahirrahmanirrahim. Vel asr innel insane lefi xusr illellezine amenu ve amilus salihat ve tevasav bil hakkı ve tevasav bis sabr. Sadakallahul aliyyul azim.